Hər il 30 iyul tarixində dünyada Beynəlxalq Dostluq Günü qeyd olunur. Bu əlamətdar gün BMT Baş Assambleyasının 2011-ci ildə qəbul etdiyi qərarla təsis edilib və məqsədi insanlar, xalqlar və dövlətlər arasında dostluq, qarşılıqlı hörmət, həmrəylik və əməkdaşlıq münasibətlərini təşviq etməkdir. BMT vurğulayır ki, dostluq təkcə şəxsi münasibətləri deyil, həm də xalqlar və mədəniyyətlər arasında etimadın, dialoqun və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə xidmət edən mühüm dəyərdir. Müasir dünyada münaqişələrin, ayrı seçkiliyin və dözümsüzlüyün aradan qaldırılmasında dostluq ruhunun gücləndirilməsi, sülhün və sabitliyin qorunması baxımından xüsusi əhəmiyyət daşıyır. Baş Assambleya üzv dövlətləri Beynəlxalq Dostluq Gününü öz milli adət-ənənələrinə uyğun şəkildə qeyd etməyə, xüsusilə gənclər arasında dostluq, tolerantlıq və qarşılıqlı hörmət ideyalarını təşviq edən maarifləndirici tədbirlər təşkil etməyə çağırır. Məktəblərdə, ali təhsil müəssisələrində, mədəniyyət ocaqlarında və ictimai təşkilatlar tərəfindən keçirilən müxtəlif layihələr bu dəyərlərin gələcək nəsillərə aşılanmasına xidmət edir. Beynəlxalq Dostluq Günü bir daha xatırladır ki, fərqli dillərə, dinlərə və mədəniyyətlərə mənsub insanların bir-birini anlaması, hörmət etməsi və dostluq körpüləri qurması daha dinc, təhlükəsiz və firavan dünyanın formalaşmasının əsas şərtlərindən biridir.